Yəni bugün kimsə bağının içində arat eləmir, kimsə bağda yuma işləri aparmır. Bugün bağ əkilməzdən öncə bu işlər aparıla bilər. Bu da ki yoxdur. Çünki bağ əkilməzdən öncə hamının akademik səviyyədə oxuyub bitirdiyi bir şey var. O da Kanal Kapatel'dən dərin şum. Adı da yadımdan çıxdı. Plantaj şumu. Plantaj şumu. Bu oldusa fundamental işlər akademik səviyyədə yerinə yetirilib. Bir də 2-3 metr dərinliyində bir dənə quyu qazırlar, yığışıb quyunun başında da bir dənə siqaret çəkirlər və səlam. Bu oldu bağın fundamental işləri. Yəni heç olmuyor, quyunu qazanda elə bir yerdə qazın ki, gələcəkdə bir tualet üçün, tualet ambarı kimi bağda işə yarasın. Əzizlərim, bax məsələ budur ki, torpağa cips vermək, dolomit vermək, bunlar elə fundamental işlərdir. Plantaj, mlantaj, nə bilim, montaj, farsaj, bunlar 2-ci, 3-cü, 4-cü dərəcəli işlərdir. Belə deyək ki, mən hazırda bağları olan yoldaşları cips və ya dolomit verməsində diqqətli olmağa çağırıram. Və cips yox, dolomit verilməsini önərirəm. Çünki bağda skalarez drenajlarının atıldığı halda hardasa cips tövsiyə etmək olar. Amma digər hallarda bağı arat edə bilmirsiniz. Arat yəni göllətmək də, yəni bağı göllətmək. Sonra da aratdan sonra da 2-3 o qədər də su bıraxıb bağı yumalısınız. Bunları etsəz zaten o bağdan bağ olmaz. Boğular o bağ. Drenaj olsa, başqa məsələ. Uzun sözün qısası. Hazır bağlara dolomit verilə bilər. Verə bilər deyəndə hər bağ verə bilməz. Yəni bu elə demək deyil. Elə verilə bilər deyəndə hər kəs var. Analizində ehtiyac yaranarsa dolomit verilə bilər. Yəni sarın, hidrokarbonatın dəyərləri ona imkan verərsə verə bilər. Bağ qurmaq istəyənlər boş torpaqların analiz etməlidir. Cips və dolomit verə bilər. Daha görməzə bilməzə yox, hesablanmalıdır. Məsələn, deyək ki, dolomit verdiniz. Hazır bağa. Bunu geniş paylaşmışam. Torpağın pH-ına təsir qoya da bilər, qoymaya da. Amma natriuma təsir qoyacaq mütləq. Bundan başqa, torpaqda mənimsənilə bilən ion kalsiyumu çoxaldacaq. Bu da sizə yay mövsümündə ciddi kalium gübrələməsi zərurəti yaradacaq. Yəni, fikirləşirsiniz ki, dolomit verdim. Məsələn, tutaq ki, 7, 8, 9-dur sarının dəyəri. Normadan artıq kalsiyum verdiniz, dolomit verdiniz. Olmaz, yəni. Onun səbəbini izah edirəm. Siz hansı problemi yaradır? Mənimsənilməyə hazır suda həll olmuş kalsiyum ionları bitki tərəfindən bol miqdarda mənimsəniləcək. Yəni, bir şeyi unutmayaq ki, kalsiyum elementlərin bəzilərini bitki yuxarıdan informasiya verir ki, mənə filan element lazımdır. Köklər ona uyğun gedir, həmin elementi dartıb gətirir. Bəzi elementlər var ki, elə bitki də onu görməzə bilməzə, suyun tərkibində nə həll olursa, o ksilemlə daşınır. Yəni, demək istədiyim, unutmayaq ki, kalsiyum da bir ksilem elementidir. Yəni, ksilem elementi də o demək ki, yəni sürətli və bol qida daşınan kanalla bitkiyə daxil olur. Deyək ki, dolomit verildi. Yetərli və yaxud da ehtiyacdan çox kalsiyum bitki tərəfindən mənimsənildi. Çünki torpaqlardakı reaksiyalarını paylaşmışam. İyon mübadiləsi reaksiyasına girəcək və yaxud CO2 ilə su ilə reaksiyalarından kalsiyum ionları əldə olunur və s. və ilə axır. Deyək ki, bitki tərəfindən kalsiyum, yəni kalsiyumun mənimsənilməsi çoxlu bir şəkildə oldu. Bitkidə hüceyrə bölünməsi maksimum həddə olacaq. Yəni şişmə maksimum həddə getdiyinə görə məcbursuz ki, kalium gübrələməsi verəsiniz və yetərincə şəkər əldə etsin bitki. Eyni zamanda kalsiyumun çoxluğunda dəmir və bor elementlərinin də çatışmamazlığı baş verəcək. Bu da gənc yarpaqların solması, ucların bükülməsi, yəni o şivlərin uclarının bükülməsi, çiçək və meyvə tökülməsinə səbəb olacaq. Hüceyrə divarları sərtləşdiyindən yarpaqlar qırılqan olacaq, qalın olacaq materialı. Yəni, zoğlar demək olar ki, olmayacaq. Vegetativ inkişaf ləngir, kalsiyumun çoxluğunda. Meyvələrdə də daxili sərtləşmə, qabığın qalınlaşması, hətta dad və rəng də gecikə bilər. Yəni, bu saydıqlarımı atdığınız onlarla fungisid və insektisitlərdən fürsət tapıb kalium verə bilsəniz, hardasa bu problemi aradan qaldıracaq. Amma söz nədir məqsədim?
hesablanmış şəkildə dolomit verilsə, bu problemi siz faydaya çevirəcəksiniz. Yəni hesablanmış şəkildə, çox yox, normasında versiniz. Gördüyünüz kimi meyvədə şişmə əldə eləyəcəksiniz, daha həddən artıq versiniz. Şivlər də yanacaq və s. və ilə. Yəni demək istədiyim budur ki, siz zaten fürsət tapa bilmirsiniz dərmanlamadan ki, o kaliumu bitkiyə zamanında o kalsiyumun müqabilində yetərlicə kalium təmin eləyə biləsiniz. O baxımdan dolomitdə səhv etmək olmaz. Yəni nəysə, demək istədiyim o dərmanlamalardan fürsət tapıb dolomit verdiyiniz ili mütləq şəkildə. Dolomit verdiyiniz ili mütləq bitki kalium gübrələməsinə də eyni zamanda ehtiyac duyur. Çünki meyvədə şişmə baş verəcək və nəticədə də o kalibri həm qoruyub saxlamağınız, həm o meyvəni ağacda qoruyub saxlamağınız, həm də eyni zamanda şişmədən şəkər əldə eləməsi üçün kalium yarpaqdan verməlisiniz. Bunu da indi dediyim kimi də, yəni 27-28 dərmanlama atan yoldaşlar bunu zorla təmin eləyəcəkdir. Ona görə də torpağa cips verəndə və yaxud dolomit verəndə mütləq satıcılarla deyil, düzgün mütəxəssislərlə hesablatdırıb ona görə verin.